Salam, hər vaxtınız xeyir. 11-ci dərsdə xoş gördük sizləri. Bildiyiniz kimi dərslərimiz get-gedə çətinləşir. Ona görə ev tapşırıqlarını izah edib sonra yeni dərsə keçəcəm. Deməli, birinci tapşırıqda verilən cümlələri tərcümə etməliydik. İlk cümləmiz, onlar tətildə Almaniyaya gedir. Və əlbəttə burada ilk öncə deməliyik, onlar gedir. Yəni, they visit, they go və yaxud da they fly. Yəni burada həm visit, həm go, həm də fly həmin gedir sözünü əvəz edir. Sadəcə fərq ondadır ki, visit deyəndə başa düşürük ki, gedib, gəzib, gəlir. Go deyəndə sadəcə gedir, fly dedikdə isə təyyarə ilə uçub getmək nəzərdə tutulur. Yəni nəticə olaraq hər üçü gedir deməkdir. Yəni hansını istəsəz işlədə bilərsiniz. Ondan sonra da Almaniya. Və Almaniya dedikdə biz burada AE istiqamət bildirən şəkilci görürük və bu ingilis dilində to olur. Amma keçmişdik ki, visit sözündən sonra to işlənmir. Ona görə də visit sözü işlətmişiksə, ondan sonra sadəcə Germany deyirik, yəni Almaniya. Amma go və fly demişiksə, onda to Germany olur. Yəni visit sözündən sonra to işlətmirik, go və fly sözündən sonra isə to işlədirik. Ondan sonra da deyirik tətildə, yəni on holiday. Və burada siz istəsəz holiday sözünün yerinə vacation deyə bilərsiniz. Yəni bütün cümlələrin sonunda on holiday yox, on vacation demək olar. Deməli, bir dənə bu cümləni 3 şəkildə yaza bilərdiniz. Hətta holiday sözünü vacationdan əvəz eləsək 6 cür demək olar. İndi isə keçək ikinci cümləyə. Mən birinci günlər işə avtobusa gedirəm. İndi tərcümə edərkən birinci deyirik, mən gedirəm, yəni I go, ondan sonra işə, to work, ondan sonra avtobusla, by bus, ondan sonra da birinci günlər. Bilirik ki, həftənin gününü cümləyə əlavə edəndə biz birinci 10 deməliyik, ondan sonra da həftənin gününü. Birinci gün, yəni bazar ertəsi də olur Monday. Və burada sadəcə birinci gün yox, birinci günlər dediyinə görə Monday sözünü cəmdə yazırıq. Deməli, bizim bu cümləmiz olur I go to work by bus on Mondays və yaxud da on Monday sözünü cümlənin əvvəlində işlədirik. Yəni deyirik on Mondays I go to work by bus. Və bir də öyrənmişdik ki, gedirəm sözünü biz cümlədə ride olaraq da işlədə bilərik. Yəni nəqliyyat vasitəsində sərnişin kimi getmək deyiriksə, orada ride sözünə istifadə etmək olar. Deməli, mən gedirəm olacaq I ride, sonra avtobusla the bus, ondan sonra işə to work, sonra da yenə birinci günlər on Mondays və yaxud da on Mondays yenə birinci deyilir, ondan sonra I ride the bus to work. Deməli, bu cümləni 4 cür tərcümə edə bilərdiniz. Birində gedirəm sözünü go deyə bilərdiniz, avtobusla sözünü by bus olaraq və yaxud da gedirəm sözünü ride olaraq deyirik, ondan sonra nəqliyyat vasitəsini, yəni the bus. Və bir də həftənin günlərini həm cümlənin sonunda, həm də əvvəlində işlətmək olur. Ona görə də bu cümləni 4 cür demək olar. Üçüncü cümlə. O saçını həftədə 2 dəfə yuyur. Birinci deyirik, o yuyur, yəni she washes. Ondan sonra saçını, yəni öz saçını və o sözü qadın cinsində she olduğu üçün burada öz sözü, mənsubiyyət şəkilçisi də olur her. Ondan sonra da saç sözü, yəni hair, sonra da həftədə 2 dəfə, twice a week. Yox, əgər bu cümlə qadın cinsində yox, kişi cinsində olsaydı, onda she olurdu he və her sözü də olurdu his. Çünki o kişi cinsində he-dirsə, öz saçını deyəndə artıq her yox, his deməliyik. Dördüncü cümlə, biz həftə sonu evdə qalmaq istəyirik. Olur, biz istəyirik, yəni we want, sonra qalmaq, to stay, ondan sonra evdə, at home, sonra da həftə sonu, yəni at the weekend. Sonuncu cümləmiz, o həftə içi saat 9-da işə başlayır. Olacaq. O başlayır kişi cinsində, he starts, ondan sonra işə, work, sonra saat 9-da, at 9 o'clock, sonra da həftə içi, yəni on weekdays.
İkinci tapşırıqda isə verilən boşluqlara uyğun gələn sözünləri yazmaq lazım idi. Biz də öyrəndik ki, visit sözündən sonra harasa gedirik deyəndə orada biz to istifadə etmirik. Ona görə bu hissə boş qalır. Ondan sonra vacation, holiday sözüdür, həftə günüdür. Sonra weekday sözüdür. Bunların hamısı onla işlənir cümlədə. Və bir də want sözündən sonra gələn feil to-la işlənir. Ona görə to travel deyirik. Və Türkiyəyə səyahət deyəndə də burada to Turkey olur. Bir də Türkiyənin adı dəyişildiyinə görə artıq Turkey yox, sadəcə Türkiyə deyə bilərik. Ev tapşırıqlarımız bu qədər. İndi isə keçək yeni dərsimizə. Bugün öyrənəcəyimiz feil bu şəkildə yazılır. To have deyilir. Və bu söz Azərbaycan dilinə yemək, etmək, içmək, qəbul etmək, malik olmaq, sahib olmaq və var kimi tərcümə olunur. Bilirəm, bir sözün bu qədər tərcüməsinin olması qorxudur. Amma çətin heç nə yoxdur. Sadəcə bilməliyik ki, bu feil hansı sözlə işləndikdə necə tərcümə olunur. Və bunun üçün də mümkün qədər çoxlu cümlə qurmaq lazımdır. Amma cümlələrə keçmədən öncə yadımıza salaq ki, əgər şəxsimiz I, you, we, they olsa, ondan sonra to have feilini işlətmək istəsək, digər feillərdə olduğu kimi to atılır, yəni sadəcə have işlənir. Deməli olur I have, you have, we have və they have. Amma şəxsimiz, mübtədamız he, she, it olsa, ondan sonra gələn to have feilini sadəcə has olaraq işlədirik. Bəli, düz başa düşdünüz. Have yazmırıq. He, she, itdən sonra to have işlətmək istəyirsinizsə, onu has-lə əvəz edirsiniz. Yəni, bu şəkildə yazırıq, has deyirik. Deməli olur, he has, she has, it has. Məsələn deyək, mən səhər yeməyi yeyirəm. Burada yeni sözümüz səhər yeməyidir. O da bu şəkildə yazılır. Breakfast deyilir. Breakfast. İndi cümləni tərcümə edəndə birinci deyirik. Mən yeyirəm, yəni I have, ondan sonra da səhər yeməyi. Breakfast. Deməli, bu cümlədə biz have sözünü yemək mənasında işlətdik. Və təbii ki, biz ancaq səhər yeməyi yox, başqalarını da deyə bilərik. Yəni, günorta yeməyi, axşam yeməyi və s. Və ingilis dilində həmin yeməklərin hamısının öz adı var. Məsələn, səhər yeməyinin adı oldu breakfast. Sonra səhərlə günorta arasında yeyilən yeməyə brunch deyilir. Brunch. Yazanda isə belə yazırıq. Sonra günorta yeməyinə, yəni nahara lunch deyilir. Lunch. Yazanda isə belə yazırıq. Amma axşam yeməyi, yəni şam yeməyi iki cür olur. Yəni istəsəz bunu da deyə bilərsiniz, bunu da. Belə ən çox istifadə olunan dinnerdir. Bu şəkildə yazılır, dinner deyilir. Digəri isə bu şəkildə yazılır, supper deyilir. Və gördüyünüz bu sözlərlə to have feili işlənir. Və cümləyə uyğun olaraq da bəzən yemək mənasında işlənir, bəzən isə etmək mənasında. Yəni o nahar edir deyəndə burada artıq etmək sözünü to have-lə əvəz edirik. Çünki bilirik ki, səhər yeməyidir, günortadır, şamdır, nahardır. Bax, bu sözlərlə to have işlənir. İndi bu cümləni tərcümə etsək, o kişi cinsində olur he, ondan sonra da edir, yəni have. Amma şəxs he olanda artıq have yox, has işlədirik. Bundan sonra da nahar sözünü işlədirik, yəni lunch. Deməli, cümlənin tərcüməsi olur he has lunch. Və yaxud da desək, biz günorta yeməyi yeyirik. Olacaq, biz yeyirik, yəni we have, ondan sonra da günorta yeməyi, yəni lunch. Və bir də ingilis dilində ayrıca yemək sözü var. O da bu şəkildə yazılır, to eat deyilir. Yəni ingilis dilində yemək sözünü həm have, həm də eat olaraq işlətmək olar. Yəni biz burada we have lunch yox, we eat lunch deyə bilərik. Və bu zaman cümlənin mənası dəyişmir. Amma bu sözlərlə ən çox işlənən to have feilidir. Yəni bunlarla to eat feilini işlətsəz cümləni səhv olmur. Amma ən çox işlənən, ən düzgünü have feilidir. Ona görə də siz də yadınızda saxlayın ki, bu sözlərdən istifadə etsəz, onda to eat yox, to have deyirik. Və bura kimi biz to have feilini həm yemək, həm də etmək mənasında işlətdik. İndi də gəlin içmək mənasında işlədək. Yəni deyək, mən portağal şirəsi içirəm. Bu cümlədə yeni sözümüz bir portağaldır, bir də şirə. Və portağal sözü ingilis dilində bu şəkildə yazılır, an orange deyilir.
və qarşısında an artikli işlənir. Çünki portağalı saymaq olur, sayılan isimdir. Bir portağal, iki portağal deyə bilirik. Amma bu söz ancaq isim kimi yox, sifət kimi də işlənir. Yəni, yalnız portağal demək deyil. Bu həm də narıncı deməkdir. Yəni, narıncı rəng bu şəkildə yazılır, orange deyilir. Əlbəttə ki, qarşısındakı an artikli işləmir, çünki a və an artiklları ancaq isimlərlə işlənir. Mən bu sözü isim yox, sifət kimi işlədirəmsə, yəni narıncı deyirəmsə, onda onun qarşısında an artiklini işlətmirəm. Şirə sözü isə bu şəkildə yazılır, juice deyilir. İndi isə keçək cümlənin tərcüməsinə. Birinci deyirik, mən içirəm, yəni I drink və yaxud da I have. Yəni biz burada içmək sözünü həm to drink, həm də to have olaraq işlədə bilərik. Ondan sonra da yazırıq portağal şirəsi, yəni orange juice. İndi deyəcəksiniz ki, burada portağal sözünün an artikli hanı? Yəni biz burada niyə an orange juice demədik? Axı dedik ki, portağal sözü sayılan isimdir, ona görə də an artiklinin işlənə bilər. Amma burada söhbət portağaldan getmir, şirədən gedir. Yəni, mən portağalı içmirəm, portağal şirəsi içirəm və şirəni də saymaq olmur. Yəni, ingilis dilində maye halında olan isimlər sayılmayan isimlərdir. Ona görə də onlardan danışanda a və yaxud da an artikli işlətmək olmaz. Və bu səbəbdən də biz portağal şirəsi deyəndə portağal sözünün an artiklini işlətmirik. Yəni, bu cümləni I drink orange juice və yaxud da I have orange juice olaraq tərcümə edirik. İndi isə gəlin bu cümləni biraz dəyişək. Yəni deyək, mən bir stəkan portağal şirəsi içirəm. Bu zaman yenə birinci mən içirəm deməliyik, yəni I drink və yaxud da I have. Ondan sonra isə bir stəkan portağal şirəsi. Və bizim burada yeni sözümüz stəkan sözüdür. O da bu şəkildə yazılır, a glass olaraq tələffüz olunur. Glass. İndi bir stəkan portağal şirəsi demək istəsək, onda birinci stəkan sözünü yazırıq, yəni a glass. Ondan sonra da portağal şirəsi yazmalıyıq, yəni orange juice. Amma ingilis dilində nəyinsə miqdarını deyiriksə, yəni bu şəkildə qarşısında stəkan, fincan, kilo və s. deyiriksə, onda həmin sözdən sonra mütləq of işlənir. Yəni of-ı yazırıq, of deyirik. Deməli, bu cümlənin tərcüməsi olur. I drink a glass of orange juice və yaxud da I have a glass of orange juice. Və burada bir stəkan dediyimizə görə sadəcə a glass deyirik, çünki bilirik ki, a artikli elə bir deməkdir. Amma cümlədə bir stəkan yox, iki stəkan demək istəsəz, onda a artiklinin yerinə artıq to işlədirik, yəni iki. Ondan sonra da yanındakı glass sözünü cəmdə yazırıq. Glass sözünün sonu da qoşa s hərfi ilə bitib. Biz də bilirik ki, qoşa s hərfi ilə bitən sözlərə cəmdə yazmaq üçün onların sonuna es əlavə edirik. Deməli, mən 2 stəkan portağal şirəsi içirəm demək istəyəndə olur I drink 2 glasses of orange juice və yaxud da I have 2 glasses of orange juice. İndi belə bir sual yaranır. Biz burada cümlədə 2 stəkan dediyimiz halda niyə 2 stəkanlar dedik? Yəni, glass sözünü niyə cəmdə yazdıq? Buna səbəb ingilis dilində sayıla bilən isimlərin birdən çox olduqda mütləq cəmdə yazılmasıdır. Yəni, biz Azərbaycan dilində sadəcə 2 stəkan deyirik. Yəni, 2 stəkanlar demirik, çünki bu bizim dilimizə uyğun deyil. Amma ingilis dilində birdən çox olduqda mütləq cəmdə işlədirlər. Ona görə də biz burada artıq 1 yox, 2 stəkan deyildiyinə görə stəkan sözünü cəmdə yazmalıyıq. Və yaxud da belə bir cümlə quraq. O, hər axşam 1 fincan qəhvə içir, kişi cinsində. Burada görürük hər axşam sözü var, yəni bunu ən başda da deyə bilərik, ən sonda da. İndi mən sona saxlayıram, ona görə birinci yazıram. O içir, yəni he has və yaxud da he drinks. Ondan sonra 1 fincan qəhvə. Fincan sözü ingilis dilində bu şəkildə yazılır, a cup olaraq da tələffüz olunur. İndi 1 fincan deyildiyinə görə a cup yazırıq, ondan sonra da qəhvə yazmalıyam, amma qəhvənin miqdarını bildirdiyimə görə cup sözündən sonra of yazırıq, ondan sonra da coffee. Və sonda da hər axşam, every evening. Deməli, bu cümlənin tərcüməsi olur. He has a cup of coffee every evening və yaxud da he drinks a cup of coffee every evening. Və əlbəttə ki, burada every evening sözünü ən başda da deyə bilərdiniz, onda cümləniz olur bu şəkildə. İndiyə gəlin to have feilini qəbul etmək mənasında işlədək.
Yəni deyək, o duş qəbul edir və yaxud da o vanna qəbul edir. Bax, bu cümlələri tərcümə edərkən yenə birinci deyirik. O qəbul edir, yəni kişi cinsində olsa he has, qadın cinsində olsa she has yazırıq. Ondan sonra da yeni sözümüz olan duş və vanna sözü yazılmalıdır. Və duş ingilis dilində bu şəkildə yazılır, shower deyilir. Shower. Vanna sözü isə belə yazılır, bath deyilir. Bath. İndi duş qəbul etmək olur, have a shower. Vanna qəbul etmək olur, have a bath. Sadəcə biz burada şəxs he, she, it olsa, onda have yox, has işlədirik. Yəni olur, has a shower, has a bath. Deməli, bu cümlə olur, he has a shower, bu isə she has a bath. İndi də keçək to have feilinin sahib olmaq, malik olmaq və var mənasına. Və bu feilin bizim üçün çətinlik yaratdığı ən əsas hissə buradır. Belə ki, Azərbaycan dilində biz ən çox var sözünü işlədirik. Yəni, sahib olmaq, malik olmaq sözünü istifadə etmirik. Və bu zaman bizim cümləmizdə biraz dəyişiklik olur. Yəni, gördüyümüz cümləni olduğu kimi ingilis dilinə tərcümə eləyəndə cümlə səhv alınır. Amma həmin var sözünü sırf sahib olmaq, malik olmaq mənasında işlətsək, onda cümləni tərcümə etmək bizə daha asan olur. Yəni, səhvsiz olur, rahat olur. İndi nə üçün rahat olduğuna gəlin baxaq. Məsələn, bu cümləni tərcümə etsək, birinci deyəcəm, mən sahibəm və yaxud da mən malikəm olur. I have. Ondan sonra da maşına. Yəni, bu A şəkilçisi sizi çaşdırmasın. Nəyə sahib isə sadəcə onun adını yazırıq. Maşın deyirsə, deməli olur, a car. Yəni, bu cümlənin tərcüməsi oldu. I have a car. Amma indi bu cümləni tərcümə etmək istəsək, görürük, mənim var yazılıb. Və düşünürük ki, mənim sözü my'dır, var sözü də have. Onda olur my have. Ondan sonra da yazmalıyıq maşınım. Maşınım deyəndə bilirik ki, mənim maşınımdır, düzdür? Onda olur my car. Yəni, belə baxanda görürük ki, hər bir sözü düz yazmışıq, cümləmiz düz olmalıdır. Amma cümləmiz düz deyil. Bu cümlənin tərcüməsi belə olmamalıdır. Bunun tərcüməsi sadəcə I have a car olmalıdır. Bilirəm, bu hissə sizə biraz çətin gəldi. Deyirsiniz ki, niyə mənim sözünü I yazdıq, sonra maşınım sözünü niyə a car yazdıq? Buna səbəb belə cümlələri qurarkən bizim var sözündən istifadə etməyimizdir. Yəni, biz var deyəndə məcburən burada mənim var deyirik. Amma ingilislər orada var kimi demirlər. Sahibəm, malikəm mənasında işlədirlər. Ona görə də olur, mən sahibəm, mən malikəm. Belə olan halda da əlbəttə ki, mən burada artıq my yox, I yazıram. Çünki şəxs məndir. Və cümlə də bu şəkildə düz olur. Yox, əgər desəz ki, mənə hər dəfə belə düşünmək çətindir. Mən var sözü ilə öyrənmək istəyirəm. Onda yadda saxlayırsınız ki, mənim var olur I have. Sənin var, sizin var olacaq you have. Onların var they have. Bizim var we have. Onun var kişi cinsində he has. Onun var qadın cinsində she has. Onun var orta cinsdə it has. Ya bu şəkildə əzbərləyirik, başa düşürük ki, mənim var desək, biz orada artıq my have işlətməməliyik və yaxud da sənin var deyəndə your have olmaz. Ya da ki, var sözünü özümüz üçün çeviririk, sahib olmaq sözünə, malik olmaq sözünə, ondan sonra cümləni tərcümə edirik. İndi də gəlin başqa bir cümləyə baxaq. Məsələn, deyək, onun bacısı var. İndi bunu tərcümə etmək üçün var sözünü sahib olmaq sözünə dəyişsək, cümləmiz olur, o bacıya sahibdir. Yəni, burada var sözünü sahib olmaq sözünə dəyişdik və bu zaman onun yox, o deyirik. Və bunu tərcümə etmək üçün birinci yazırıq. O sahibdir, yəni he has və yaxud da she has. Və burada o sözünün qadın və yaxud da kişi cinsində olduğunu bilmədiyimiz üçün he ya da she işlədə bilərik. Amma dəqiq bilsəz ki, kişi cinsidir, onda he has yazırsınız. Əgər o qadın cinsidirsə, she has. Və bundan sonra da bacıya sözü. Və keçən dəfə dediyim kimi, buradakı A, Ə şəkilçisi sizi çaşdırmasın. Sadəcə bacı sözünü yazırıq. Və bacı sözü də bu şəkildə yazılır, sister deyilir. Deməli, cümləmizin tərcüməsi olur, he has a sister və yaxud da she has a sister. Və bir daha qeyd edirəm, biz burada var sözünü sahib olmaq sözünə çevirəndə cümləmizin mənası dəyişmir. Sadəcə belə yazdığımız halda cümlədə səhv etmə ehtimalımız yoxdur. Amma var sözünü sahib olmaq sözünə çevirmək istəməsək, onda az öncə sizə göstərdiyim bu cədvəldən əzbərləməliydik ki, onun var sözü kişi cinsində olur he has, qadın cinsində olur she has.
Deməli, onun var sözü olur. He has və yaxud da she has. Ondan sonra da bacı sözünü yazırıq, yəni a sister. Və burada a artikli işlədirik, çünki bilirik ki, bacı bir dənədir. Çünki bacılar demir. İndi əgər bu cümləni dəyişib, sadəcə bacısı yox, 2 bacısı var demək istəsək, onda a artiklinin əvəzinə 2 yazırıq və bu zaman artıq bir bacı yox, 2 bacı olduğu üçün sister sözünü də cəmdə yazırıq. Onda cümləmiz olur, he has 2 sisters və yaxud da she has 2 sisters. Və burada fərqi yoxdur, 2 deyirsiniz, 3, 4, yəni birdən çox dedinizsə mütləq bacı sözünü cəmdə yazırsınız. Az öncə qeyd etdiyim kimi ingilis dilində sayıla bilən isimlər birdən çox olduqda mütləq cəmdə işlənir. Yəni siz burada sadəcə 2 bacı desəz də ingilis dilində 2 bacılar deməlisiniz. Və belə bir cümlə olanda biz bilirik ki, haqqında danışdığımız insandır. Ona görə də onun var sözünü şəxsə uyğun olaraq kişi cinsində he has, qadın cinsində she has işlədirik. Amma indi desək, onun balaca quyruğu var. Burada artıq biz başa düşürük ki, söhbət hansısa bir insandan yox, heyvandan gedir. Və belə olan halda onun var sözü olur it has. Deməli, birinci yazırıq it has, ondan sonra da balaca quyruq. Burada 2 dənə yeni sözümüz var, biri balaca, biri də quyruq. Və balaca sözü bu şəkildə yazılır, small deyilir, small. Quyruq sözü isə bu şəkildə yazılır, a tail deyilir, tail. Və quyruq sözü sayıla bilən isimdir, ona görə də qarşısında article işlənir. İndi biz burada it has-dən sonra yazmalıyıq balaca quyruq. Amma small a tail yazmaq olmaz. Çünki öyrənmişdik ki, ismin qarşısında sifət gəlirsə, onda article keçir həmin sifətin qarşısına. Yəni olur a small tail. İndi biz bu cümləni tərcümə edəndə artıq var sözünü sahib olmağa çevirmədik. Sadəcə yadımıza saldıq ki, onun var sözü orta cinsdə, yəni əşyalara, heyvanlara aid olanda olur it has. Və bunu yazandan sonra da cümlədəki digər sözləri yazırıq. Yox, əgər var sözünü sahib olmaq sözünə çevirsək, onda olur o balaca quyruğa sahibdir. Yenə də o sahibdir olacaq it has, çünki mən burada bilirəm ki, o artıq orta cinsdədir, çünki insanın quyruğu olmur və sonra da balaca quyruğa və A şəkilçisində yazmırıq, ona görə sadəcə balaca quyruq, a small tail. Və burada da qeyd etməyi unutdum, balaca quyruğu deyirik, amma U şəkilçisi istifadə olunmur, sadəcə balaca quyruq yazılır. Və bugünlük to have feili haqqında olan izahlarımız bu qədər. İndi də gəlin keçək başqa bir feilə. Və bu feilimiz bu şəkildə yazılır, to need deyilir, need. Tərcüməsi ehtiyacı olmaq, lazım olmaq. Yəni, nəyəsə ehtiyacımız varsa, nəsə lazımdırsa bizə, onda bu sözdən istifadə edirik. Məsələn, deyək, mənə şəkər lazımdır. Buradakı yeni sözümüz şəkərdir, o da bu şəkildə yazılır, sugar deyilir, sugar. Və burada şəkər sözünün qarşısında article işlənmir, çünki şəkər sayıla bilməyən isimdir. Yəni, biz şəkəri dənə ilə saya bilmirik, ona görə də onun qarşısında qeyri-müəyyəni article olan an işlənmir. Və burada cümləni tərcümə edərkən yenə diqqətli olmalıyıq, çünki burada cümlədə mənə deyilir, amma biz tərcümə edəndə sadəcə mən yazırıq, yəni I. Ondan sonra da lazımdır sözü, need. Deməli, mənə lazımdır olur, I need. Ondan sonra da deyirik şəkər, sugar. Deməli, bu cümlənin tərcüməsi olur, I need sugar. Deməli, yadda saxlayırıq ki, burada mənə, sənə, bizə, sizə, onlara, ona deyilsə də, lazımdır sözü ilə işlədəndə biz buradakı şəxsi sadəcə I, you, we, they, he, she, it olaraq işlədirik. İndi biz burada şəkərin miqdarını demək istəsək, yəni cümləmiz olsa, mənə 1 kilo şəkər lazımdır, onda yenə birinci yazırıq mənə lazımdır, yəni I need, ondan sonra da 1 kilo şəkər. Və buradakı yeni sözümüz kilodur, ingilis dilində bu şəkildə yazılır, yəni yazılış eynidir, sadəcə deyəndə a kilo deyirik, kilo. İndi cümlədə 1 kilo deyildiyinə görə yazırıq a kilo, yəni bir sözünü elə article ilə əvəz edirik, ondan sonra da şəkər. Amma biz şəkərin miqdarını dediyimizə görə burada of yazırıq, ondan sonra da sugar. Deməli, mənə 1 kilo şəkər lazımdır olacaq. I need a kilo of sugar.
Amma indi cümləni dəyişib 1 kilo yox, yarım kilo demək istəsəz, onda kilo sözünün qarşısında half sözünü işlədirik. Əgər yadınıza gəlirsə, biz bu sözü saatları keçəndə öyrənmişdik. Yəni half yarısı deməkdir. Ona görə də biz burada yarım deyiriksə, yenə half sözündən istifadə edirik və yadda saxlayırıq ki, yarım kilo half a kilo olaraq işlənir və bundan sonra da nəyin kilosunu deyirsinizsə, öncə of işlədirsiniz, ondan sonra da həmin sözü. İndi də gəlin yarım kilo yox, 3 kilo deyək. Yenə birinci olur, mənə lazımdır, I need, ondan sonra isə 3 kilo. Və bu zaman artikli işlətmirik, yəni bunun əvəzinə 3 deyirik, 3 və artıq 1 kilodan çox olduğu üçün kilo sözünü də cəmdə yazırıq. Burada bilməli olduğunuz bir qayda var, o da isimlərin cəminə aiddir. Əgər yadınıza gəlirsə, keçmişdik ki, sözün sonu bu hərf və hərf birləşmələrindən biri ilə bitərsə, onda həmin sözü cəmdə yazmaq üçün ona es əlavə edirik. Və gördüyünüz kimi burada da o hərfi var. Amma biz burada sözü cəmdə yazmaq üçün es yox, sadəcə s əlavə etdik. Buna səbəb ingilis dilində bəzi o hərfi ilə bitən sözlərin cəmdə es yox, sadəcə s şəkilçisi qəbul etməsidir. Belə sözlərin sayı da çox deyil, ona görə narahat olmayın və bunlardan biz hələ ki sizlə cəmi ikisini keçmişik. Biri bu kilo sözüdür, biri də piano. Yəni piano sözündə cəmdə yazanda ona es əlavə etmək olmaz. Sadəcə s şəkilçisi əlavə edirik. Bundan sonra da sırf bu qaydaya uyğun olan sözlər qarşımıza çıxdıqda onları da sizə deyəcəm. Amma hələ ki yadda saxlayın ki, kilo və piano sözləri o hərfi ilə bitsə də onları cəmdə yazanda sadəcə s əlavə etmək lazımdır. Və həmin s şəkilçisi də s kimi tələffüz olunur. Yəni olur kilos, pianos. Bugünlük yeni sözlərimiz və qaydalarımız bu qədər. Bunlar bizim ev tapşırıqlarımızdır. Birinci tapşırıqda yenə cümlələri tərcümə edirik. İkinci tapşırıqda isə cümlədəki səhvləri tapıb düzəldirik. Yəni hər cümlədə bir səhv var, həmin səhvi tapıb düzəltməliyik. Və beləliklə bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.